Binə qəsəbəsində məsciddən yuxarı qalxırsan, Fazıl Plaza deyirlər. Fazıl Plazanın yanında şəxsi tikili 4 otaqlı ev, həyətə bircə maşınlıq, yəni yeri var. Bir maşın girə bilər. Yerdən 4-5 daş kürsülüdür, həyət də dolub yola görə. Bir daş kürsüsü qalıb, amma kürsülü evdir. Həyətin özünün də adını sanitar qovşağı var. Pəncərə raşotkalarına qədər hər bir şey qoyulubdur. Yəni bir sözlə əsl yaşanıla biləsi tam təmir ideal evdir. Qaz işıq sayğacı var. Sayğac yəni sizlərə göstərirəm. Baxın bu qaz işığı. Suda yenə qeyd edirəm quyu suyudur. Məhəlləyə birbaşa açılı qapı. Şəxsi tikili evdir. Daxil olaq evin bir dənə daxili interyeri ilə də sizi tanışayım. Evimizdə qalacaq olanlar kombidir. Kombi bütün sistem çəkilib, radiatoruna kimi qoyulub və qalır. Kamera sistemi var, kamera sistemi qalır və mətbəx mebeli qalır. Bir-iki dolab falan da onlar da qalacaq. Bax elə şəxsən bu dolab qalacaq. İndi onu gələndə ev sahibindən lap dəqiqləşdirmək olar. Mətbəx mebeli işlək vəziyyətdədir, yəni istifadəyə yararlıdır. Kamera sistemi də gördüyünüz kimi üstə təyin olunub. İnternetindən belə hər şey var. Sanitar qovşağı 2 pilləlidir. Girdim belə çanaq hissə və burada sanitarın özüdür. Burada digər ikinci yataq otağımız. Otaq ölçüləri ortadır, yəni nə çox böyük deyil, nə də çox kiçik deyil. Qonaq otağı gördüyünüz kimi normal ölçüdür. Qoşa daşla tikilmədir, pəncərə raşotkalarına qədər hər bir şey çəkilib. Qonaq otağının qapıları qoşa laylı qapıdır. Və buradan da bir dənə yataq otağı, kiçik yataq otağıdır. Bu da qonağın istirahət eləməsi üçün yataq otağıdır. Evimizin start qiyməti 59 mindir. Qaz işıq var, su, artezan suyudur. Yerləşmə yeri Binə qəsəbəsi məsciddən yuxarı Fazıl Plaza tərəf.